Bəzən qadınlar öz egolarının qurbanı olurlar. Həyatlarında olan insana heç bir dəyər vermirlər. Onu hətta görmürlər öz həyatlarında. Lakin onlar biləndə ki, o kişinin həyatında başqa bir qadın var artıq. Kişi özünü daha xoşbəxt hiss eləyir, daha özgüvənli hiss eləyir. Qadınların egosu imkan vermir ki, o insanı həyatından buraxsınlar. Tam əksinə, digər qadınla rəqabətə başlayırlar. Və digər qadınla rəqabətə başlayanda bu məsələdə ən çox əziyyət çəkən kişilər olur. Və qadınlar başqa alternativ metodlara müraciət edirlər. Məsələn, falçılara müraciət edirlər. Özünüz bilirsiniz də, bu dəqiqə dünyada bu dəqiqə yox, yəni hər zaman çox məşhur olub, gündəmdə olub, hal-hazırda da çox gündəmdədir. Qadınlar falçıya gedirlər, kişilərə fərqli-fərqli rituallar eləyirlər və bu hətta bəzi insanları ölümü ilə belə nəticələnə bilir. Yəni qadınların egosu niyə bu qədər dəhşətlidir? Niyə qadınlar davamlı qadınla mübarizə aparmaq istəyirlər? Birinci növbədə ümumiyyətlə qadını qəbul etməmə bir prinsipi var. Çünki qadınlar hər zaman, ümumiyyətlə bu hər şey uşaqlıqdan gələn bir şeydir. Ola bilər ki, nəsildən ötürülən bir o hüceyrə yaddaşı var ki, məsələn, adam doğulur, ümumiyyətlə onun hüceyrə yaddaşında nəsil ssenariyada, məsələn, qadınlar qadınlarla rəqabət aparırlar hər zaman. Məsələn, ana qızla da aparır, baldız gəlinlə, qaynana gəlinlə, iki bacı ilə. Yəni bunlar var, olub və olacaq. Bunları biz dana bilmərik. Həmin o qadınlar ola bilər, o nəsil proqramı ilə doğulurlar, egosu ola bilər və ambisiyoz qadınlar. Ambisiyoz qadınlar vapşı çox təhlükəlidir. Çünki onların ambisiyaları özlərini yəni o qədər dağıdır və onlar o qəzəblə, o hirslə hər şey eləyə bilərlər.